İdmana yeni başlayanlar ilk öncə nəyə fikir verməlidir? İdmana yeni başlayırsansa, belə deyək, altyapın oldu, olmadı. Əgər yenidən idmana başlasansa və yaxud da yeni başlayırsansa, hər şeydən öncə davamlılığa önəm verməlisən. Yəni qidan da pis ola bilər, yuxun da pis ola bilər, antrenmanın da, məşqin də pis ola bilər, ancaq hər şeydən öncə davamlılığa fikir verməlisən. Yəni bacara bildiyin qədər idman etməlisən. Qidalanma nə qədər önəmlidir? Bir çox müəllimlərin dediyinə görə əslində bu işin böyük bir qismi qidalanmadır, ancaq mənə görə elə deyil. Mənə görə belə deyək, bu idmanın əsası 3 yerə bölünür. Yuxu, qida, məşq. Yəni mənə görə %33-üdür, belə deyək. Amma %1 belə bu işdə önəmli olduğuna görə qidaya gərək fikir verək. Çünki bəzi insanlar var ki, deyir yuxu o qədər də önəmli deyil idmanda. Yəni onun üçün aydınlaşdırmaq istəyirdim. Yox, elə deyil də, belə bir şey var. Sənin nə qədər qidan güclü olur olsun, idmanda özünü nə qədər, belə deyək də, üst səviyyədə idman eləsən, performansını yaxşı belə göstərsən, yuxun yoxdursa əgər əzəlin inkişaf edə bilməz. Amma belə də bir şey var ki, sən yuxun nə qədər güclüdürsə, o qədər də yaxşı performansın olacaq. Yəni istəsən də, istəməsən də yuxun həmişə yaxşı olmalıdır. Çünki hipertrofiya, əzələnin inkişafı əsasən yuxu zamanı. Əsasən deyil də, elə yuxu zamanı olur. Çünki sən idmanda əzələyə zərər verirsən, qida qəbul edirsən və yuxu zamanı da inkişaf edirsən.